Boynu bükük xatirədir, mənim ömür nəğmələrim, qərib-qərib heyəlidir, mənim ömür nəğmələrim. Aybəniz xanım, sizi xoş gördük. Çox sağ olun. Bizi Pak Xalçanın evinizin qonağı etdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Bilirik ki, siz uzun müddətdir ki, Pak Xalçanın xidmətlərindən yararlanırsınız. Bizə maraqlıdır. Pak Xalça ilə ilk tanışlığınız necə oldu? Öncə çox sağ olun, gəlişiniz üçün çox sağ olun və sizi gördüyüm çox sevindim. Mən əziz izləyicilər, yəqin ki, səhifəmizi izləyənlər bilirlər. Mən çox o qədər də reklam şirkətləri ilə çox seçiciyəm və həddindən də artıq bunun həvəskarı deyiləm. Amma razı olduğum çəkilişləri isə heç vaxtı təsadüfən etmirəm. Bu sırf sizin üçündür. Sizə naminə deməli düşünmüşəm ki, çəkilsin. Çünki bir ifaçı olaraq mənim borcumdur. Bildirim mənim izləyicilərimə ki, mən öz evimin əşyalarını kimə etibar edirəm. Bax, bu çox vacibdir. Mənim xalçalarım bu günə qədər necə aldığım gün necə idisə, Pak Xalçanın sayəsində o nə rəngini itirib, nə keyfiyyətini itirib, nə gözəlliyini itirib. İnanılmaz gözəldir və bunun üçün də mən qızıma minnətdaram. Çünki mən ilk dəfə Pak Xalçanı məhz qızımın deməli mənə göstərişi ilə mənə necə deyirlər, məsləhəti ilə bəli dəvət eləmişəm. Dedi ki, mama Pak Xalçaya zəng elə, onlar çox gözəldir. O şirkət deyirlər. Elə ilk dəfə bax 11 il bundan öncə. Və 11 ildir mən Pak Xalçanın dostuyam. Nə gözəl. Hə, bəlkə də çoxları bunu bilmir, amma mən hər ildə 2 dəfə, bir yay, bir qış, mütləq evimin bütün divanları, ondan sonra stulları, ondan sonra xalçaları hamısını Pak Xalçaya həvalə edirəm, onlara inanıram və çox güvəndiyim bir şirkətdir. Ona görə çox təşəkkür edirəm. Bir sualımız da var. Kimsə belə deyim də xalça yumada daha çox peşəkar komandaya, müasir avadanlığa, keyfiyyətli yuyucu maddələr üstünlük verir. Bizə maraqlıdır. Bəs Aybəniz xanım öncəliyi nədədir? Ən çox nəyə önəm verir? Əlbəttə, orada elə olur ki, misal üçün xalçaya müxtəlif ləkələr düşə bilir. O xalçaya o ləkə elə ləkə ola bilər ki, onu mütləq şəkildə deməli hansısa çox keyfiyyətli bir deməli maddə ilə yumalısan ki, o ondan getsin. Belə bir şey, belə bir hal olmuşdu və mən ondan sonra bir daha əmin oldum ki, Pak Xalçadan başqa heç bir şirkətə mən deməli xalçalarımı güvənə bilmərəm. Çünki o ləkədən sonra o xalça tullanmalıydı. Amma onlar onu mənə elə təhvil verdilər ki, sanki bu dəqiqə dükandan almışam. Yəni mən buna üstünlük verirəm, ona görə də bir daha təşəkkür edirəm. Biz təşəkkür edirik və xidmətimizdən həmişə yararlanmaya çalışın və bizim də borcumuzdur ki, sizin evinizə bax belə təmiz, rahat bir aura yaradaq. Əgər ki, biz sizin evinizin qonağıyıqsa, sizin o gözəl səsinizi eşitmədən heç bir yerə getməyəcəyik. Necə gözəl dediniz, getməyəcəyik. Heç getməyəcəyik, burada qalacaq. Qalın burada. Boynu bükük xatirədir, mənim ömür nəğmələrim, qərib-qərib heyəlidir, mənim ömür nəğmələrim. Saçlarımda mehə dönür, gözlərimdə şehə dönür, niskilli bir ehə dönür, mənim ömür nəğmələrim. Ömür yarpaq yarpaq gedir, eşqin məni dəli edir, həsrətin bağrımı dedir, ah, mənim ömür nəğmələrim. Niyə yazılmır bu yuxum, unudulmur niyə qoxum, bəsli sustum biraz oxum, oxun ömür nəğmələrim.
ömür nəğmələri